Sonra Ural. Aha, ən iri çayları, bəli. Volqa, Dnepr, Don, Peçora, Urallardır, bəli. Ən uzun çay sistemi hansıdır? Volqa. Volqa, bəli. Volqa çayı Don çayı ilə birləşərək Volqa-Don gəmiçilik kanalında, eləmi? Böyük rol oynayır. Bəli. Xəzər hövzəsində də Qaradəniz hövzəsi ilə belə deyək də birləşir və bizim dünya okeana çıxışımız o kanallandır, eləmi? Volqa-Don kanal vasitəsilə. Sonra burada bir də göllər də var. Hansı göllərin adını çəkə bilərik? Avropada. Hə, Avropada müəllim. aha. Yuxarıda hansılardır? O İsveçrədə var göllər. Rusiyada Ladoga, Onega məsələn Rusiyada. Ladoga, Onega. Sonra 2 dənə göllər var. Balxaş müəllim. Aha. Venerindən Vetterin gölü var. Hansı ölkədə idi? Venerin, Vetterin. Valla Venerin Vetterin Yuxarıda. İsveçdədir də onlar. İsveçdə. İsveçdə. Orada görün bir yerden de Venerin, bir də Vetterin. Eyni adlı yadda saxlayın da onları. O çətin deyil ki. Sonra Saimaa ilə Inari var Finlandiyada. Sonra Balaton var Macaristanda. Boden, Almanya. Cenevrəni yəqin bilirsiniz də hardadır? 2 ölkə sərhədində. Bəli. Hardadır? Nə müəllim? Cenevrə gölü, hə, 2 ölkənin sərhədində. Fransa ilə İsveçrənin sərhədində. Bəli, o da ən gözəl göllərdən biridir, hə. Deməli, Fransa ilə İsveçrənin sərhədində. Tapdım mən. Aha. Göllər, hə, atlasda baxın yerinə. Atlası qoyun qabağına, yerlərinə baxın, göz yaddaşınızda qalsın, hə. Səhətsən də bax yerlərinə. Deməli, göllərin əksəriyyəti axarlı və şirin sulu olur. Eləm, axarlı nə idi? Axarsız nə idi? Axarlı deyəndə ki, müəllim. Elə bir çay başlayır, çay tökülür. Tökülür çay Aha, bu axarlı deyiləm, suyu yenilənir. Həmən göllərin suyu necə olur? Şirin olur. Şirin su. Axarsızda isə çay tökülür, amma başlamır da, yəni elə mi? Bəli, çay başlamır. Duzlu olur. Aha. Məsəl üçün Skandinav yarımadasında düzənlikdə göl çökəkləri əksəriyyəti belə deyək də buzlaq mənşəlidir, eləmi? Sonra deməli çayların macələrində axmazlar, dəniz sahilində deməli laqunlar. Sonra hansı yarımadalar var? Kars mənşəli, orada göllər də var. Orada olan yarımadalar hansı? Piney, Apenin, Balkan. Bəli. Kars mənşəli nə idi uşaqlar? Göllər. Yeraltı sularla da. Bəli, yeraltı sular. Azərbaycanda da hansıydı? Bizim Oğuz rayonumuzda da var idi. Kars mənşəli. Neydi? Daşağıl kəndində. Uğan mağarası. Hə. Kars mənşəli. Bilirsən də nədir? Ceyhun sən də bilirsən də demirdin olmuşam orada nədir? Daşağılda olmuşam, prosu gölün adını bilmirəm da. Göl yox, mağaranı deyirəm. Sən demədin mağaranın? Hə, Oğan mağarası deyir. Nə olmuşam müəllim uşaq vaxtıdır nədir? Deyirsiniz müəllim, o bayraq assan 2 dənə. Oğan mağarası da Daşağılda. Bəli, olur. Onun adını bilmirəm. Keçən dəfə deydin müəllim olmuşam orada. Bəli. Sonra deməli Asiyanın daxili suları.